Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, maddi imkanı qazandıqdan sonra, yəni kasıblıqdan sonra hər hansı bir yüksək mal, əmlak, mülk əldə etdikdən sonra dəyişən bəzi insanlar. Hətta bəzi yox, bir 70%, 100-ün 70%-i dəyişən insanlar olur. Bu nə ilə bağlıdır? Kasıbçılıq və imkanı zəif olduğu müddətdə çox şeyə əlinin çatmaması və istədiyinin ala bilməməsi, istədiyini, nailiyyətini və ya hər hansı bir gözündə o qədər çox istəyib əldə edə bilməməsi onu zamanla maddi imkanı yüksək səviyyəyə çatdıqdan sonra travma yaranır və çox dəyişilir. Və artıq hər hansı bir kasıb təbəqəyə sırf kasıb təbəqənin kimliyinə yox, kasıbçılığa nifrətlə baxış tərzi yaranır. Ki artıq sənin olduğun dönəmdən qurtuluş və artıq gücümü bərpa eləmişəm və maddi imkanım kifayət qədər çoxdur. Və həmçinin, belə deyim sizə, qorxu deyilən bir faktor var. Yenidən mal əmlakını itirib həmin olduğu müddətə qayıda bilər kimi bir metaforizm deyilən bir bölmə var. Bəzən düşünür ki, belə insanlar ola bilər ki, yenidən qayıtsınlar bu həmin kasıbçılıq müddətinə. Bu da onlarda bir növ travma yaradır. Həm kasıbçılığa nifrət, həm də yenidən kasıbçılığa qayıtma qorxusu. Ümumən, bu da əslində günümüzdə, yəni hal-hazırki dövrdə və ölkəmizdə insanların demək olar bir 55-60% kasıb təbəqədir. Yəni gününü gününə satmaq deyilən bir ifadə var. Yəni günə muzdur. Ay-bay quru maaş və quru maaşla necə dolanırsan dolan. Çünki insan nə qədər də təbii ki, imkanı zəif ola bilər, çətin ola bilər, mütləq şəkildə özünü bir qismən də olsa toparlayıb, şəxsi bir kiçik də olsa da bir biznes qurmalıdır ki, səhər ola bilər. Yəni sabahın düşünsün ki, hər hansı işini də itirsə, o kiçik biznes onu həmin çətin vəziyyətdən çıxarsın. Ona görə bu kimi travmalar olmaması üçün mütləq şəkildə kasıb da ola bilərsən. İmkanın zəif də ola bilər. Amma imkanın nə qədər zəif olsa da, hər hansı bir qazancdan kiçik bir məbləğ arxaya, geriyə atıb və 4 ay, 5 ay, 6 ay sonra kiçik də olsa da şəxsi biznes qurub və ən azından özünü qarantiyə almaq olar. Nə səndə qorxu, nə travma kimi ünsürlərin yaranmaması üçün. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yazıb soruşa bilərsiniz. Psixoloji seanslarımız əyani və onlayn şəkildə aparılır.